30. Axırıncı 30 eləmişdim. 30, 31 eynidir. 32, 33 eynidir. 32 yazaq. Təyin köklərindən yalnız birini sıfıra bərabər edən n parametrin qiymətləri cəmidir. Təyin köklərindən birinin sıfıra bərabər olma şərtlər yazmışdım. Köklərindən biri sıfıra bərabər olsun. B fərqli 0, C bərabər 0. Burada bunun B'si bu 13'dür. O da ki onsuz da sıfırdan fərqlidir. 6 yazdım. Mənfi 13 verir, bu da sıfırdan fərqlidir. Problem eləmir. Bizim C hissəmiz. C isə yanında x olmayan bu ifadədir. Bax, bu bütöv ifadə C'dir. Onun C'ni yeni yazırım. M kvadratı çıxılsın 3M çıx 11 bərabər 0 tənini həll etməliyik. Deyir, M parametrin qiymətləri cəmini tap. Yəni M1 ilə M2-nin cəmi. M1 ilə M2-nin cəmi də burada əks işarə ilə mənfi üstüsə müsbət 3 yazırız. 34. X kvadratı çıxılsın 4x üstə gəlsin p bərabər 0. Buradan təyin eləyə qabacaqdan x1 üstə deyil x2 4. x1 vur x2 p'dir. Bizə deyir x1'in kvadratı x2'nin kvadratı bərabərdir ona. Köməkçisini yazsaq bunun. Bunun köməkçisi bu cürdür. Köməkçi müxtəsər vurma düsturu. x1 üstə deyil x2 4. 4'ün kvadratı çıxılsın. x1 vur x2 p'dir. 16'dan 10 çıxsam 16 çıx 2p bərabər 10. 2p bərabər 16'dan 10 çıxanda 6. P bərabər 3. Bizdən p'nin sonucu oldu 3. Sonra 35 bundan eyni. 36 yazaq. 2x kvadratı çıxılsın 5x çıx 4 bərabər 0. Buradan hər tərəfin 2'ye bölə x kvadratı çıxılsın 2,5x çıx 2 bərabər 0. 2'ye böldüm ki, Viet teoremini tətbiq edə bilim. Buradan görsənir x1 üstə deyil x2 müsbət 2,5'dir. x1 vur x2 mənfi 2'dir. x1 x2'nin kubu üstə gəl x1'in kubu x2. Hər ikisində x1 x2 var. Burada bir dənə x1 var. Burada 3 dənə x1 var. Az olanı götürsən orta vurma. Burada x2'dən 3 dənədir. Burada da bir dənədir. Yenə də az olanı götürsən. İçəridə qalır x2'nin kvadratı üstə gəl x1'in kvadratı. Birinci bu ifadənin qiymətini kənarda təyin edək, qoyaq yerinə. x1'in kvadratı üstə gəl x2'nin kvadratı və ya köməkçi düsturu yazmışdım. x1 üstə deyil x2'nin kvadratı çıxılsın 2x1 x2 bərabərdir. x1 üstə deyil x2'nin 2,5 tapmışıq. 2,5'in kvadratı çıxılsın 2 vurulsun x1 vur x2 mənfi 2 tapmışıq. Mənfi 2. 2,5'in kvadratı 6'dan 125 plus 4 olur. O deyir 10 tam 25. Yəni x cavab oldu 10 tam 25. Gətir burada x1 vur x2'nin qiyməti mənfi 2'dir. Bunun da qiyməti oldu 10 tam 25. Yerinə qoy mənfi 20 tam 5. Sonra 38. X kvadratı üstə gəl 2x çıxılsın 1 bərabər 0. Yenə təyin edə bildiyimi təyin edeyim. Misala başlamış mənfi 2'yə x1 vur x2 mənfi 1'ə Viet teoreminə görə. 2 kök altında x2'nin kvadratı üstə gəl kök altında x1 çıxılsın x2'nin kvadratı üst çıxılsın 4 kök altında x1'in kvadratı. İndi qalan nə yol belədir? Köklər asiliyi görsə mənfi 1'dir, yəni 0'dan kiçikdir. Deməli, ya mənfi müsbətdir, ya da ki müsbət mənfidir bu işarələr. Sənə qıraqda şərtdə verilib bu şərtdə.
Bilmiyorum, orada gösteriliyor. Yazılıb ki x1 sıfırdan kiçik idi, misal şərtində yazılıb. x1 sıfırdan kiçikdirsə məcbursan ki birinci versiyanı götürəsən. x1 sıfırdan kiçik, x1 sıfırdan kiçikdirsə x2 də sıfırdan böyük oldu. Köklər asili mənfi olduğu için. 2. Kvadrat kökü aparır. Modulla x2. Kvadrat kökü aparır. Yine modulla x1 çıx x2. Yine kvadrat kökü aparır burada. Qalır 4 x1 modulda. x2 sıfırdan böyükdür. Ona göre mənfi açmırsan, qalır olduğu için. x1 çıx x2'də x1 balacadır. Çünki x1 mənfidir, x2 müsbətdir. Onda x1 daha balacadır. Modul açanda da yerini dəyişdirib açacağıq. x1 mənfi olduğuna görə mənfi ilə açılır. Qabaqda bir dənə də burada mənfi var deyə müsbət olur. Mənfi olur. Müsbət 4 x1. 2x, 2x2, 3x2. Mənfi 1 üstə 4 3x1. Toplayaq hər iki. Ortaq vurğu çıxardıq hər ikisindən. 3'ü çıxardıq. x2 üstə gəl x1. x2 üstə gəl x1 mənfi 2'dir. Buranda mənfi 6. Sonra 40 41 idi. Deməli x kvadrata çıxılsın 8x üstə gəl q bərabər 0. 1 2 x1 üstə gəl x2 8'dir. x1 vur x2 q'dur. Bizə şərtdə verilib 3x1 şərtdə verilib 3x1 üstə gəl 5x2 bərabər 20'ye. Təyinlər sistemi. Yuxarını mənfi 3'ə vur. Mənfi 3x1 mənfi 3x2 mənfi 24. Aşağıda 3x1 5x2 20'ye. Topla 0 elədi. 6 topla elədi. 3 yox 2x2 bərabərdir. Mənfi 4'e x2 də bərabərdir 2'ye mənfi ilə. Toplayanda belə alınır. x2 2'dirsə gətir yerinə qoy burada. Mənfi 2 üstə gəl x1 bərabərdir 8'e. x1 bərabərdir mənfi 2 keçdi sağa müsbət 2 oldu. 2 üstə 8 elədi 10. Deməli 40'da müsbət 10 elədi. Nə soruşum mən? Q-nü soruşur. Q-dəki x1 vur x2'dir. x1 mənfi 2'dir. x2 10'dur. Mənfi 20. Sonra 42 rahatdır. 43'e baxaq. 42 o misal rahat misaldır. O birisindən daha rahat. Yine orta vurğa çıxacaqsan 42'də. Orada özdə köməkçi müxtəsər də lazım deyil. Orta vurğa çıxaran kimi misal üstünə görsənəcək. X kvadratı üstə gəl 6x plus p. 1 2x bir üstə gəl x2 mənfi 6'dır. x1 vur x2 p'dir. 2 bölünsün x1 üstə gəl 2 bölünsün x2 36 verilib. Bunun sürət məxrəcini x2'ye vur. Bunun sürət məxrəcini x1'e vur. Vur ikisinə də. Aldı x1 x2 yuxarıda 2x2. Aşağıda yox burada 2x1 aşağıda x2 x1. Məxrəclər eyni olduğuna görə sürətlər toplana bilər. x1 x2'nin qiyməti nə idi? P idi. Gətir burada qoy əvəzinə. Yuxarıdan da 2'ni çıxar ortaq vurğa. 2 vurulsun x2 üstə gəl x1. Aşağıda da p bərabər 36. x2 üstə x1 mənfi 6'dır. 2 vurulsun mənfi 6. 36 məxrəcinə bir artım çarpaz vursaq 36 p'ye mənfi 12 bərabər 36 p. P də bərabərdir mənfi 3'də 1 edəcək. Sonra tərs ədədlərin küçləri tərs ədədlərdir.
Tərs ədədlərin hasili 1-ə bərabər olur. 3-dən 3-də 1, 5-dən 5-də 1, 2-də 3-dən 3-də 2, bir-birinə vuranda 1 edir. Yəni x1 köklər tərs ədədlərdirsə bir-birinə vuranda 1 eləməlidir. Köklər hasili q-yə bərabərdir. Q-dəki yanında x olmayan bu ifadə q-yə keçir. 1 m kvadratı bərabər 4-ə, m bərabər 2-yə müsbət mənfi 2. 5'ten sonra 6 yok 47. X kvadratı üste gel, m kvadratı çık 2m. X çık 7 beraber 0. Tənliyin kökləri əks ədədlərdir. Köklər əks ədədlərdirsə mənfi 5 üstəyir, 5 necə ki 0 eləməyir. x1 üstəyir, x2 də 0 eləməlidir. x1 üstə gəl, x2 ve teoremindən əsasən x işarə ilə b-yə bərabərdir. B-dəki x üstü 1-in əmsalıdır. x1 üstə x2 0 olduğuna görə mənfi 0 yazmış olursan formül olaraq. Alındı ki m kvadratı çıx 2m bərabər 0. M-i çıxardaq, m çıx 2 bərabər 0. M bərabər 0, m bərabər 2-yə. 7'də 0 və 2. 49 50 eynidir. 50 yazaq, 49 sizə qalır. 50. X kvadratı çıxsın 5x üstə gəl 1 bərabər 0. Bilirəm ki x1 üstə gəldi x2 bərabərdir 5'ə. x1 vurulsun x2 bərabərdir 1'ə. Kök altında x1 üstə gəl kök altında x2 bərabərdir. Özümüzdən bir a'ya bərabər edirik. Hər tərəfini kvadrata yüksəldək. Nəyə görə a'ya bərabər elədim? A-nı tapacam axırda. Mənə a lazımdır. x1 üstə gəl x2'nin bütöv kvadratı bərabərdir a-nın kvadratına. Ayrı-ayrı kvadratlar müxtəsər format tuturu. 2 kök altında x1, x2 üstə gəl kök altında x2'nin kvadratı. Müxtəsəri rahat bilən bunu rahat edəcək. Kvadrat kök apardı x1. 2 kök altında x1 vur x2 nəyə bərabər idi? 1'ə. Gətir yerinə 1 yaz. Kvadrat kök apardı qaldı x2. Yəni sual verərsən ki burada modul olmalıydı. Niyə modul yoxdur ortalıqda? Deyirdi onu tapaq. x1 vurulsun x2 1'dir. Yəni müsbətdir. Çünki 0'dan böyük axı 1. Ədəd hasil müsbətdirsə, ya müsbət vuranda müsbət edir, ya da ki mənfi vuranda müsbət edir. İndi x1 ilə x2'nin cəmi də müsbət 5'dirsə, məcburdur ki müsbət olsun. Mənfinin cəmi müsbət 5 eləməz ki. Hər ikisi müsbət olduğuna görə moduldan avtomatik müsbət olaraq çıxırlar. Ona görə modulu yazmasam belə misal gedir. Kökdə 1 ilə 2'yə vuranda 2, burada da x2. x1 ilə x2'nin cəmi nədir burada? 5. 5 plus 2 beraber a kvadratı. A kvadratı beraber 7. A da beraber müsbət mənfi kök altında 7. Bir də müsbət mənfini silək biraz. Ayrı-ayrı yazaq. Kök altında 7. Bir də mənfi kök altında 7. Mənfini götürmürsən. Nəyə görə? 2 dənə köklü ifadənin cəmi həmişə müsbət olmalıdır. Ona görə mənfini götürmürsən. Cavab müsbət kökdür. 52, 51. X kvadratı üstə gəl 5x çıx 3 bərabər 0. x1 x2'dən böyükdür. İşarəni müəyyənləşdirək. x1 vur x2 mənfi 3'dür. Bu da 0'dan kiçikdir. Deməli ya mənfi müsbətdirlər ya da müsbət mənfidirlər ki hasil mənfi edib. x1 də x2'dən böyük olduğuna görə x1 daha böyük olan olmalıdır. Ona görə x1 müsbətdir. Deməli x1 böyükdür 0, x2 kiçikdir 0.
modulları tapmaq üçün işarələri bilmək lazım idi. Çıx modulda x2, aşağıda da x1. Deməli, yuxarıda x1 sıfırdan böyükdür. Ona görə modul necə var elə də qalır. Aşağıda x2 sıfırdan kiçikdir. Mənfi x2, x2-dən özündən də mənfi yaranır. Burada da bir dənə mənfi var. Vurulur, müsbət olur. x1 yuxarıda, x1 aşağıda, x2 yuxarıda. Orta məz getmək üçün, bunu sürətmək üçün x1'ə vururam. Bunun üçün x2'yə vururam. Burada alınır x2, x1, x1, x1'ə vuranda x1'in kvadratı, x2'nin x2'yə vuranda x2'nin kvadratı, aşağıda da x1 vur x2. x2 vur x1 yuxarı, aşağıda x1'in kvadratı üstəgəl x2'nin kvadratı. x1'in kvadratı üstəgəl x2'nin kvadratı. Hesab təkrarı. x1 üstəgəl x2'nin kvadratı çıxılsın 2x1 x2 kimi hesablanır. x1 üstəgəl x2 mənfi 5'dir. Nəyə görə? Əks işarə ilə bu. Mənfi 5'in kvadratı. Çıx 2 olsun. x1 vur x2'dəki o da mənfi 3'dür. 25 üstəgəl 6 bərabərdir 31 eləyəcək. Deməli, x1 üstəgəl x2 kvadratlar cəmi 31'dir. x1 vur x2 nədir? Mənfi 3. Deyəli y variantı. 51, 52, 53 tək sualdır. 54, 55 təkdir. 57. X kvadratı üstəgəl b, x üstəgəl 2 çıx 3 b. Kökləri hasili kökləri cəminin 2 mislinə bərabərdir. Bax. Hara getdi? Köklər hasili köklər cəminin köklər cəminin 2 mislinə bərabərdir. Köklər hasili 2 çıxılsın 3b-dir. Yanında x olmayan ifadə hansı? Bərabərdir. Köklər cəmi əks işarə ilə budur. Mənfi b-dir köklər cəmi. Mənfi 2b yaranır. 3b keçsin bir yana. 2 bərabərdir 3b çıx 2b. 2 bərabərdir b-yə. B-də 2 çıxdı. 59'dan da bir dənədir. 60, 61 eynidir. X kvadrat üstəgəl 7 x üstəgəl 2 bərabərdir. Kvadratları cəmi 25'dir. Biz bildik ki x1 üstəgəl x2 mənfi 7'dir. x1 vur x2 2'dir. Deməli kvadratları cəmi 25'dir. Köməkçi müxtəsə vurması x1 üstəgəl x2'nin kvadratı çıxılsın 2x1 x2. x1 üstəgəl x2 mənfi 7'nin kvadratı. 2x1 x2'də 2'dir. 7'nin kvadratı 49 çıxılsın 2q. 2q bərabərdir 49'dan 25 çıxanda 24. Q də bərabərdir 12. 5'e sonda. Birinci köklərin işarəsini təyin edək. x1 üstəgəl x2 5. x1 vur x2 yox üstəgəl mənfi 5. Vurması da ki 2'dir. Ya müsbətdir ki vuranda sıfırdan böyük rəqəm alınır. Ya da ki mənfi. İndi köklər cəmi mənfi 5-dirsə deməli mənfi olmalıdır. Ona görə bu hissəni götürürüm. Yəni x1 kiçikdir 0, x2 kiçikdir 0. Bunları həll edəcəm. Kök altda x1'in kvadratı bayaq kimi sallandı.
9x1 x2 her birinde kvadratı kök altı x2'nin kvadratı. Kvadrat kök altı x1. 9'dan 3 çıxır. Bir de burada modul olmalıdır. Kvadrat kök olan. 3 modulda x1 modulda x2 x2'ni modulda getmiş. Deməli x1 də x2 də sıfırdan kiçik olduğuna görə mənfi kimi açılır. Bunlar əslində ikisi də mənfi kimi açılır. Sadəcə mənfi vurulur, müsbət edir ya da modulda açandan sonra belə mənfi qalır. Çünki ad deyilən ikisi də mənfi də. 3x1 x2 üstə gəl, yox üstə gəl olmayacaq ucu, çıx x2 çünki x2 də sıfırdan kiçik. Mənfi ortaq orğa çıxartsam nə olmur? x1 çıx 3x1 x2 üstə gəl x2. Mənfi x1 üstə gəl x2 nə idi? x1 üstə gəl x2 mənfi 5 idi. Mənfi 5 çıxılsın 3 olursun. x1 vurur x2 də 2-dir. Mənfi 5 çıxaldı. Mənfi 11 qarşıda mənfi var. Müsbət 11. 62'dan sonra 60. 4 eynidir. Bir dənədir. 66'dan da bir dənədir. 67 eynidir. Deyir. X kvadratı çıxılsın b minus 3x çıx b plus 2 bərabər 0. Köklərin kvadratları cəmi ən kiçik qiymət var. x1'in kvadratı üstə gəl x2'nin kvadratı ifadəsini təyin edir. Köməkçi müxtəsər vurma düsturu. Çıx 2x1 x2. x1 üstə gəl x2 nəyə bərabərdir? x1 üstə gəl x2 mənfidir. x1 üstə x2 burada yazaq. x1 üstə x2 qabaqda mənfi var axı. Bu mənfini əks işarə ilə dəyişirsən olur b çıx 3. Mənfi yox, müsbət b çıx. x1 vur x2'dəki mənfi b plus 2 necə var yazıram. Üstə gəlin yerinə yazıram b çıx 3. x1 üstə x2'nin yerinə. b çıx 3'ün kvadratı çıxılsın 2 vur. x1 vur x2 nədir? Mənfi b çıx 2'dir. Mənfi b üstə gəl 2. Bunu açaq düstur kimi. B'nin kvadratı çıxılsın 6b 6b üstə gəl 9 çıx. Çıx yox, çıxa qərar verməli. Mənfi 2'ni mənfi b-yə vuranda müsbət 2b eləyir. Mənfi 2'ni müsbət 2'yə vuranda mənfi 4 eləyir. Deməli, b kvadratı ilə işim yoxdur. Mənfi 6 üstə gəl 2 mənfi 4b 9 çıx 4 plus 5 bərabər 0. B-nin hansı qiymətində ən kiçik qiymət alar? Altmış 68 eynidir. 68 eynidir. Altını tutarmamışıq. Burada iki cür hesablama var da. Bir var ən kiçik qiymətin özü, o n ilə hesablanır. Ən kiçik qiymət, ən kiçik və ya ən böyük. Ən böyük qiymət. O belə hesab, mənfi diskriminant böl 4 aynı hesablanır. M isə ən kiçik və ya ən böyük qiymətin alındığı nöqtədir. Bilin. Ən kiçik və ən böyük qiymətin alındığı nöqtədir. Bizə də burada M lazımdır. Çünki deyir ki, B-nin hansı ən kiçik qiymətində. Yəni B-ni yerinə qoysam, ona görə M lazımdır. Buradakı mənfi B bölünsün 2A-dır. Mənfi B-miz neçədir? Mənfi 4-dür. A-mız neçədir? 2 vur 1 oldu. Bu tənliyə nəzərən yazıram onu. Mənfi 4 bölü 2.
78 eynidir. 70 71 ilə eynidir. 70 rahat. 2y çıx 1 bölünsün 7 bərabər 1. Bunu çarpaz vuraq. 2y çıx 1 bərabər 7-yə, 2y bərabər 8-ə, y də bərabər 4-ə. y 4 isə deyir, tənliyin kökü digər tənliyin kökləri cəminə bərabərdir. Yəni bu 4 köklər cəmi ilə olur içində. Köklər cəmi necə təyin olunur? x1 üstəgəl x2 əks işarə ilə buradakı b-yə bərabər olur. Burada b mənfi burada b 3a çıx 1-dir. x1 üstəgəl x2 köklər x1 üstəgəl x2 nəyə bərabər olur burada avtomatik? Mənfi 3a çıx 1-dir. Deyir kökləri cəminə, deyir bu tənliyin kökü, yəni bu 4. Digər tənliyin kökləri cəminə bərabərdir. Yəni bu da 4 olmalı. 4 bərabərdir mənfi 3a çıx 1. Mənfi 4 bərabərdir 3a çıx 1. Mənfini bu tərəfə atdım. Mənfi 4, mənfi 1 keçir müsbət 1 olur. Bu da 3a. Mənfi 3 bərabər 3a-ya. A da bərabər mənfi 3-ə bölündü. Mənfi 1. A da mənfi 1-dir. 73'ten. M ve n tənliyin kökləri deyir. X kvadratı çıxılsın 7x üstəgəl m kvadratı üstəgəl m kvadratı çıxılsın 4m-in. M ve n deyir tənliyin kökləridir. M ve n tənliyin kökləridirsə m üstəgəl n-in əks işarəsi buradakı mənfi 7-yə bərabər olmalıdır. B-yə bərabər olmalıdır. Görsən mənfi. Bura mənfini attım deyə V7-dəki mənfini bura attım. B-nin işarəsini dəyişdirmədim də. Hələ ki qoy qatmayayım onu. Elə birbaşa. Ötərsə. M üstə gelin. Burada mənfi 7 isə müsbət 7 yazmaq lazım. M vurulsun n-ə də yazmaq lazımdır bu ifadəni. M kvadratı üstə gəl n kvadratı çıx 4m. Çünki m vur n köklər hasildir. Köklər hasildə c-yə bərabərdir. C-də ki, burada yanında x olmayan lübo ifadədir. Sadələşdirsək, m kvadratı burada alınır 0 qalır. M-ni sağa ataq. M kvadratı üstə n kvadratı çıxılsın 4m-in. Buradakı m-in də gəlir sağa mənfi m-in. 0 bərabərdir. M kvadratı üstə gəl n kvadratı çıx 5m-in. Bu ifadəni biraz sadələşdirək. M kvadratı üstə gəl 2m-in üstə gəl n kvadratı olsa burada çıxılsın 7m-in yaza bilərəm. Çünki 2m-dən 7m çıxanda mənfi 5m eləyəcək. Əvvəlki vəziyyətə qayıdacaq. Bərabərdir 0-a. Bu üçü birlikdə və bu üçü birlikdə düstur yaradır. M üstə gəl n-in kvadratı bərabərdir. Bərabər yox. Çıxılsın 7m-in m üstə gələnin kvadratı m üstə gələnin də qiyməti verilmişdir. M üstə gələn 7-dir. 7-nin kvadratı çıxılsın 7m-in 0-a 49 bərabərdir. Mənfi 7m keçdi sağa müsbət 7m oldu. M-in də bərabərdir 49 bölü 7. Bu da 7.